uşağım xəstədir. Neçə vaxtı yerdə, yataqda yatır. Bütün hamı bilir. Mənim uşağımın 25 yaşı var. Amuji qalıb. Hər dəfə gəlirik bura, uşağımın 50-liyini vermirlər. Hər dəfə bir şey alladırlar, çıxır gedirlər. Alladırlar, çıxır gedirlər. Nə qədər olar? Mənim uşağımın 25 yaşı var. Amma bax bu dərmanlara mühtaçdır. Mənim uşağım nəyə görə bu dərmanları yeməlidir? Nə səbəbə yeməlidir? 25 yaşı var. Axırıncı dəfə nə vaxt müraciət etdiniz? Axırıncı dəfə 14-ündə mən buradaydım. Dedilər ki, 50-liyiniz gələcək. Amma gəlmədi. Gözləyirik gəlmədi. Mənim uşağım su qovuşanda nələr zülüm çəkib su qovuşanda. Allah da bilir ki, bax bütün hamı bilir. Burada otururlar amma hər dəfə şey amma heç birinin balası belə olmur. Heç birinin balası bu dərmanları yemir. Amma mənim balam bu dərmanları yeyir. Nəyə görə yeməlidir? Bəs imtina veriblər, nə əsas? İmtina verilir. Səbəbi də bilinmir ki, niyə verirlər? Nəyə görə verirlər? Səbəbi də bilinmir. Su qovuşanda 10 gün mühasirədə qalıb, 10 gün. O 10 gün mühasirədə su da tapmayıb içməyə. Dodağına o otlar var, otlar eləyib. Mənim balam görün nə dərmanlar yiyir. Baxın da bu bütün düşsünlər, baxsınlar ki, mənim balam bu dərmanlarını yiyir. Mən xəstə deyim, mən dözə bilmirəm. Da dözə bilmirəm, nə qədər olur? Bu dərmanları axırda mən yiyəcəm. Axırda mən yiyəcəm içsimdən. Nə qədər olur? İnsan 10 gün mühasirədə qalıb, mənim balam 10 gün mühasirədə qalıb. Bu qədər olmaz ya. Qardaş, mən keçən dəfə gəldim sizə dedim. Və mənim uşağım zülüm çəkir. Gedirik bir yerə mən. Nə qədər araşdırmaq olar? Sağ olan nə qədər araşdırmaq olar? Amma mən tapmışam o dərmanları mən yiyəcəm. Mənim uşağımın 25 yaşı var. 10 gün mühasirədə qalıb, 10 gün mühasirədə qalıb. O su tapıyıb orada yemək. Dodağına su çəkib otlarla. Bilirsiniz nələr çəkib, heç kim bilmir, su qovuşandan heç kim sağlam gəlmir. 1000 dənə bəlkə də uşaqdan 5 dənə sağlam gəlib. Onu da gətirib qoyublar, şəhidlərimizlə qoyublar, skoriya götürüb aparırlar. Həkimlər sağ olsun, görüb ki, bu uşaq sağsın, nəbzindən baxırlar. Gelib uşağımı geri qoydu nəbi, oradan götürüb gəlmişəm. Minamiyot atmaqdan, bax burası balamın yanıq idi, əlləri yanıq idi. Dağda camaat dəstək dağdan gəlirdi. Mənim oğlum minamiyotdan qabaqda gedir, əlləri yanıq oldu. Baş işləmir. Vannası götürüb barıya nətər çırpırsa mənim uşağım dəli olur. Mən də dəli olacağım. Arkadaşlar səbəbim dedi. Bax səbəbim dedi. Sağ qurban olun. Bax bu da səbəbi. Görün nə üstə imtina veriblər. Bax mənim uşağım sağlamdısa aparsınlar, iş versinlər. Hara gedirəm sağlamlıq kağıdı ver. Deyirlər ki sağlamlıq kağıdı vermirəm sən uşağına. Sağlam deyil. Adı sağlam deyil. Düz deyirsiniz. Siz də mən də deyirəm sağlam deyil. Adı şu an 50'liyim verin də. Böyle olmaz, ben de ölüm gedim uşağımla beraber. Ben kime değil, bəs böyülere deyim. Bundan İlham Əliyevin xəbəri yok değil. Bizim prezidentin bundan xəbəri yok değil. Benim uşağım yerde can çəkilir. Balaca yerdi. Fuat İsmailov'dan çok bilir bu buralar. Fuat İsmailov'dan çok bilir. Yok, Fuat İsmailov'un F07.0 en axırıncı diagnozdur. Da şəxsiyyəti pozdurub bu insan. Ağdamda anar doktor var. Şəxsiyyətli doktordur.